Sağlam yoldaşlar, qəbul sualına baxmağa davam edir. Növbəti qəbul ilimiz 1998-ci ildir. Birinci 6-cı qruplar, variant A. Başlayaq. 1. Aşağıdakılardan hansı beynəlxalq faiqlər sisteminə əsas faiqdir? Əsas faiqimiz kiloqram, Newton, Pascal, Volt, Tesla, kiloqramdır. 7 əsas faiqdən biridir. Biri uyğundur. A variantı. 380 kütlə ədədi 200 olan nüvədə, civə nüvəsində neytronların sayı, protonların sayının neçə çoxdur? Protonların sayı 3-ə bərabərdir. Yəni proton sayı burada 80-dir. Və kütlə ədədi proton sayı ilə neytron sayının cəmidir. Yəni kütlə ədədi 200-dürsə, deməli neytron sayını tapanda 200-ü çıxıram, protonların sayının yükü. 200-dən çıxıram 80-ə olur 120. Və neytron sayı deyir ki, protonun sayından neçə dəfə çoxdur. Onda bölsək 120 böləcəm 80-ə olacaq 1/5. Deməli 1/5 dəfə çox olacaq. Cavabımız olacaq 2-5-də D variantı. 6. İndüktivlik dəyişmədən konturdakı cərəyan şiddətini necə dəyişmək lazım ki, onun maqnit enerjisi 25 dəfə azalsın. Deməli, L konstantdır və enerjinin ifadəsi L kvadratı bölünsün 2. Buradan cərəyan şiddətini tapsaq, I bərabərdir 2W bölünsün L. Yəni, cərəyan şiddəti görürəm ki, enerjidən kök 6 asılıdır və enerjinin qiyməti 25 dəfə azalsa, 25-dən kök çıxır 5. Deməli, cərəyan şiddəti qiyməti də 5 dəfə azalmış olacaq. Cavabımız olacaq 6-da Y variantı. 2. Hansı müalicə doğrudur? Sağacda cərəyan şiddətinin əksləri gərgin rəqslərindən fazaca pi bölü 2 qədər geri qalır. Yəni 2-də cavabımız olacaq Y variantı. Kondensatorda tərsidir. Sarğacda cərəyan şiddətinin əksəri gərgin rəqslərindən fazaca pi bölü 2 qədər geri qalır. Kondensatorda isə cərəyan şiddətinin əksəri gərgin rəqslərini fazaca pi bölü 2 qədər qabaqlayır. 7. İndüktivlik hansı düsturla hesablanır, ifadə olunur daha doğrusu. L bərabərdir fi F bölünsün. Daha doğrusu burada F yox, fi olmalıdır. Yəni fi bərabərdir L-i. Buradan L-i tapanda fi bölünsün L. F yox, fi olmalıdır. Maqnit-sel. Maqnit-selin cərəyan şiddətinə nisbəti bizə verəcək indüktivliyi. 8. Açıq rəqs konturunun sarğacının indüktivliyi 0,25 mikrohenri, şualandırdığı elektromat dalğasının uzunluğu isə 900 metrdir. Konudakı kondensatorun tutumunu hesablayın. Deməli, burada bizə nə verib? İndüktivlik verib, dalğa uzunluğu verib, tutumu istəyir və dalğa uzunluğunun düsturu. Dalğa uzunluğu bərabərdir. Hardan yazaq? Dəqiqə hardan yazaq? Deməli, dalğa uzunluğu bərabərdir. Lambda bərabərdir. Buradan yazıram 8-ci sualı. Lambda bərabərdir. C vurulsun T, yəni sürət vurulsun period və periodun yerinə yaza bilərəm 2pi kök altında LC. Thomson düsturu. Buradan hər tərəfi kvadrata qaldırsaq, lambda kvadratı bərabərdir. C kvadratı 4pi kvadratı LC. Və tutumu tapanda C bərabərdir. Lambda kvadratı bölünsün. C kvadratı 4pi kvadratı nə olacaq? L. Qiymətləri yerinə qoysaq, dalğa uzun qiyməti 9 metrdir və kvadrata qaldığımız 2 dənə 900 yazıram. 9 vur 900. İşıq sürətinin düsturu qiyməti 3 vur 18-dir. Kvadrata qaldırsaq 9 vur 10 üstü 16. 4 pi kvadratını bizə verib 10 və indüktivliyin də qiyməti 0,25 və mikro olduğu 10 üstü -6. Burada 4 ilə 0,25 1 eləyir. Bu getdi. 9 böldüm 9'a nə qaldı? 100. Yəni belə bir şey qalır. 9 bölüm 9'a 100 qaldı. 900'də bu 9 qaldı yerində. 4'ü 0,25'e vurdum. 1 oldu. Bu getdi. 10 üstü 16'nı 10'a vurdum. 10 üstü 17. 10 üstü 17'den çıxdım. 10 üstü 6'nı çıxdım. Daha doğrusu vurdum və 17'den çıxanda 6'nı oldu. 10 üstü 11. Bu da bizə neçə verəcək? 9 vur 10 üstü 4 bölünsün 10 üstü 11. Yəni 9 vurulsun 10 üstü -7. Yəni 90 vurulsun 10 üstü mənfi. Sizə göstərə bilərəm. Daha doğrusu yəni sıfırını buna versəm 10'da 9 vurulsun 10 üstü -6. Yəni 10'da 9 mikrofarad olmalıdır. İndi aşağı baxsam cavablara doğru mu aldıq? 10'da 9 mikrofarad. Yəni cavabımız olacaq 8'də C variantı. Sonra 3. Tam enerjidə
Çıxmışam, F kvadratı bölü 2 bizə nə verir? Potensial enerjinin üstürüdür. Və tam enerjidən potensial enerji çıxanda bizə verir kinetik enerjini. İşte cavabımız olacaq B variantı. 9. Lövhənin hazırlandığı maddə üçün fotoeffektin qırmızı sərhəddə spektrum mavi hissəsinə düşür. Lövhənin hansı şüalanma ilə işıqlıqda bu fotoeffekt müşahidə olunar? Mavidən tezlik böyük olmalı ki, fotoeffekt müşahidə olunsun. Yəni qırmızı sərhəddən qiymət böyük olmalıdır. Burada da mavidən tezlik daha böyük olan rəng ardıcımız qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy bənövşəyi idi. Bu sarıdır, yaşıldır, infraqırmızı lap tezliyi azdır, qırmızıdır. Bunların hər birinin tezliyi mavidən kiçikdir. Mavidən tezliyi böyük olan yalnız ultrabənövşəyi olduğu üçün, deməli, ultrabənövşəyidə fotoeffekt hadisəsi müşahidə olunur. 9-da cavabımız olacaq D variantı. Qırmızı sərhəddən tezlik daha böyük olmalıdır ki, fotoeffekt hadisəsi müşahidə olunsun. Yüksək sındırma əmsalı hansı üsulla ifadə olunur? N bərabərdir S bölünsün V. Qiymət getdikcə bir müddətdən digər müddətə keçdikdə sürətin qiyməti dəyişir və ən böyük qiymətinin vakuumda alır, yəni 3 vurulsun 10 üstü 8 olur. S, yəni işıq sürətinin qiyməti sürətin maksimal qiymətidir. 11. Sürətdə bərabər sürətdə hərəkət edən cismin sürət qrafikinə əsasən 15 saniyə müddətində getdiyi yolu hesablayın. S bərabərdir V vur T. Burada fiqurun sahəsinə baxacaq və 15 saniyə ərzində yaranan fiqur ilə düzbucaqlıdır. Ona görə də elə tərəfləri bir-birinə vururam, sürəti vururam zamana, 8-i vururam 15-ə, eləyəcək neçə? 120 metr. Yəni cavabımız olacaq 11-də A variantı. 15 Newton bölü kiloqram hansı fizik qiymətinin varidinə uyğundur? Yəni qüvvə bölünsün kütlə bizə verəcək nəyi? Təcili. Yəni 15-də cavabımız olacaq B variantı. 16 yükü dəyişmədən onun asıldığı məftilin ən kəsin yarısı 2 dəfə azaldığı saydı. Mexaniki gərginlik necə dəyişərdi? Sigma bərabər mexaniki gərginlik ifadəsi qüvvə bölünsün sahə F bölünsün S. Buradan sahəni yerinə yazacağam. 4pi r kvadrat yaza bilərəm və görürəm ki, mexaniki gərginlik radiusdan kvadratik asılıdır və tərs asılıdır. Deməli, azaldısa qiymət artacaq və kvadrata qədər artacaq. 2-nin də kvadratı neçə edir? 4. Deməli, qiymət 4 dəfə artmış olacaq. 16-da cavabımız olacaq Y variantı. 12. Hansı qrafik elektrod zamanı elektrod üzərində ayrılan maddənin kütləsinin elektroddan keçən yükü miqdarının asılını ifadə edir? M bərabərdir, düstur nədir? K, Q. Elektroz qanununa görə M Q-dan necə asılıdır? Düz asılıdır. 12-də cavabımız olacaq B variantı. 17. Dövrənin ümumi müqaməti nəyə bərabərdir? Paralel birləşmədə və paralel birləşmədə müqamətlər eynicə sayına bölürük. Yəni 4-ü bölürük 2-yə. Cavabımız olacaq 2. 17-də cavabımız olacaq B variantı. 18. İnduksiyası 30 milli Tesla olan bir cisim mane sahəsinin qüvvə xəttlərinin perpendikulár istiqamətdə sahəyə daxil olan 20 mikrokulon yükə malik hissəciyə təsir edən Lorentz qüvvəsinin 6 Newton olduğunu bilərək hissəcinin sürətini hesablayın. Lorentz qüvvəsinin ifadəsi deməli nədir? Lorentz bərabərdir QVB sinus alfadır və sinus burada perpendikulár istiqamətdə olduğu üçün 90 dərəcədir, yəni 1-dir. Deməli, bucağa artıq ehtiyac yoxdur. QVB ilə tapacaq və buradan sürət tapanda V bərabərdir F Lorentz bölünsün QB. Lorentz qüvvəsinin qiyməti 6-dır. Yükün qiyməti 20 mikro olduğu üçün 10 üstü mənfi 6. İnduksiyanın qiyməti 30 milli olduğu üçün 10 üstü mənfi 3. Və burada aşağı tərəf neçə edir? 600, yuxarı 6, ixtisar gedəcək, aşağı olacaq 100, yəni 10 üstü 2, 10 üstü 2, 10 üstü mənfi 3, 10 üstü mənfi 1. 10 üstü mənfi 1, 10 üstü mənfi 6, 10 üstü mənfi 7. 1 bölünsün 10 üstü mənfi 7. Bu bizə verəcək 10 üstü müsbət 7. Yəni 18 cavabımız olacaq A variantı. 13. Qaz moleküllərinin konsentrasiyası hansı ifadə ilə təyin olunur? Deməli, M bölünsün V bizə verəcək ronu. Deməli, belə M ana M B. M bölünsün V bizə verəcək nəyi? Sıxlığı rho NA bölünsün M. Bunu da yaza bilərəm. Necə? M bölünsün NA kimi. Molar kütlə aqlal çapına bölsək bizə verəcək 1 molekul kütləsini və sıxlığı böləndə 1 molekul kütləsini bizə verəcək konsentrasiyanı. Yəni cavabımız olacaq 13-də D variantı. 19. Təzyiqin vahidi nədir? Təzyiqin vahidi paskaldır. B variantı.
14. Dövrədə cərəyan şiddətini tənzimləmək üçün hansı icazə istifadə olunur? Reostat. 14-də C. 20. Cismə əks istiqamətdə yönəlmiş iki qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzedici modulunu hesablayın. Əks istiqamətdə qüvvələr çıxılır. 25-dən çıxacaq 17-dən cavabımız eləyəcək 8 Newton. Yəni E variantı. Keçin növbəti səhifəmizə. 21. Elektrostatik sayının potensial fərqinin vahidi beynəlxalq vahidlər sistemində əsas vahidlərlə necə ifadə olunur? Deməli, yoldaşlar, potensiallar fərqi gərginlikdir və gərginlik nəyə bərabərdir? İş bölünsün yük, yəni U bərabərdir A bölü Q. Deməli, potensial fərqi, yəni gərginliyin vahidi volt bərabərdir Joule bölünsün kulona. Joule-un açışı kiloqram vur metr kvadrat böl saniyə kvadratdır. Kulon da nəyə bərabərdir? Amper vurulsun saniyə. Buradan da olacaq kiloqram vur metr kvadrat bölünsün amper vurulsun saniyənin kubu. Yəni cavabımız olacaq 21-də B variantı. Keçək növbəti sualımıza. 22'ye 2000 santimetre kub havada 1 gram su buharı vardır. Su buharının sıxılığını hesablayın. Su buharının sıxılığı rho bərabərdir m bölünsün v kütlə bölünsün. Həcm kütləsi 1 qram. Yəni 1 qram olduğu üçün saxladım. Cavab da qramla saxlayıb və santimetr kubdur. Bunu metr kuba çevirmək lazımdır. Cavabda metr kubuna ifadə olunub. Metr kuba çevirəndə 1 santimetr neçədir? 10 üstü mənfi 2 metrdir. Onda 1 santimetr kuba qaldıracağım. 10 üstü mənfi 6 metrin kubudur. 2'ni vurdum içə 6. Bu zaman mən yazıram 2000. 2000 nədir? 2 vur 10 üstü 3'dür. 2 vur 10 üstü 3 və metr kuba çevirəndə 10 üstü mənfi altında yazdım. Bu da bizə verəcək 1 bölü 2 yəni 10'da 5 vur 10 üstü 3 yəni 500. Cavabımız olacaq 22'də C variantı. 27. 2A və B cisimləri uyğun olaraq R və 2 radiusu çevrələrcə eyni tezliklə hərəkət edir. Cisimlərin impulslarının nisbəti 400 onların kütlələrin nisbətini tapın. Deməli, eyni tezlikdir. Tez deyək, omega, periyod bunlar bir-birinə bərabərdir və yəni A və B-də bunların qiymətləri bir-birinə bərabərdir, dəyişmirlər və P-nin ifadəsi nədir? MV-dir. Burada V-nin yerinə yaza bilərəm nə? Omega R. Deməli, tezliklər, bucaq sürətləri hamısı eynidir, sabitdir. Bunlar getdi ixtisar və radius deməli impulsların nisbəti elə nələrin nisbətidir? Kütlələrin nisbəti bir də radiusların nisbətinə bərabərdir. Həmə qədər getdi ixtisar və kütlələrin nisbətini deyir tap. Onda kütlələrin nisbətini tapanda impulsların nisbətini böləcəm nəyə? Radiusların nisbətinə. İmpulsların nisbəti bizə verir neçə? 4. Radiusların nisbəti də olacaq. R-ası R-dir, RB-si 2R-dir. Yəni R-i böləcəm 2R olacaq 2-də 1 və 4-ü böləndə 2-də 1 neçə eləyir? 8. Deməli, nisbət olacaq 8. 27-də cavabımız olacaq D variantı. Kütlənin nisbətini tapanda impulsların nisbətini böldüm radiusların nisbətinə. Impulsların nisbəti 4-dür, radiusların nisbəti də R bölünsün 2-yə. Yəni 2-də 1-dir. 4-ü böləcəm 2-də 1-ə. Bu da bizə verəcək 8. Sizə növbəti sualımıza 23-ə. Eyni tutuma malik üst kondensator sxemdə göstərildiyi kimi sabit gərgin mənbəyə qoşulmuşdur. Kondensatorlar üçün yükləri müqayisə edin deyir. Burada 2 ilə 3 bir-birinə ardıcı qoşulub və ardıcı qoşulduğu üçün yüklər bir-birinə bərabərdir. Və buradakı gərginliklə, yəni aşağıdakı gərginliklə yuxarıdakı gərginlik bir-birinə bərabər olmalıdır. Çünki aşağı ilə yuxarı bir-birinə paralel qoşulub. O zaman U1 bərabərdir. Harcada nə olacaq? Gərginliklər toplanacaq. U2 plus U3-ə. Yəni buradakı gərginlik, buradakı gərginliyin cəminə bərabərdir. Və tutumlar da bir-birinə bərabər olduğu üçün yük də bərabərdir CU. Onda eyni şərt yük üçün də ödənilir. Yəni Q1 bərabərdir Q2 plus Q3 və Q2 ilə Q3 ikisi də eyni yük olduğu üçün, Q olduğu üçün olacaq nə? 2Q. Q plus Q 2Q. Deməli, Q2 Q3-ə bərabərdir. Q1 də bunlardan 2 dəfə çoxdur. 23-də cavabımız olacaq Y variantı. 28 saatın saniyə qəbində fırlanma periodu nə qədərdir? Saatın saniyə qəbində fırlanma periodu 1 dəqiqədir. 28-də cavabımız olacaq A variantı.
24. Yuxarı atılmış cismin başlanğıc sürətini 3 dəfə artırdıqda qalxma öndürlüyü necə dəyişər? Qalxma öndürlüyü h bərabərdir. Maksimal qalxma öndürlüyündən yəqin ki, bəhs olunur. V0 kvadratı bölünsün 2J. Başlanan sürətdən deməli necə asılıdır? Kvadratik asılıdır. Yəni, başlanan sürətin qiyməti 3 dəfə artıqda maksimal qalxma hündürlüyü 9 dəfə artmış olacaq. 24-də cavabımız olacaq A variantı. 29. Şəkildə diffraksiya qəfəsinin spektrində ikinci tərtib maksimum üçün female bucağının sinusunun qəfəsin üzərində şüşə monoxromatik şalamanın dağı uzun astık qrafiyi göstərmişdir. Diffraksiya qəfəsinin periodunu deri salın. D sinus fi bərabərdir nəyə? K lambdaya. Burada D'ni tapanda D bərabər olacaq. K lambda bölünsün sinus pi. Yəni K'sı neçədir? İkinci, 2-dir. İkinci tərtibdir. K 2-dir. Dağ uzunluğu 200-dür və nə ilə ifadə olub onu görmürəm. Yəni ki, nanometr demək istəyib. 10 üstü mənfi 9 nano. Sinus fi də %8-dir. İndi bunu böləndə neçə eləyəcək? Bu 2, 10 üstü 2'dir. Bu da 10 üstü mənfi 2'dir. 2 vur 2. 4, 4. 8 qısa gedəcək. Qalacaq 10'da 5. Və 10 üstü 2. Bu da 10 üstü mənfi 2 olacaq. 10 üstü neçə? 4. 10 üstü 4. 10 üstü mənfi 9 olacaq. 10 üstü mənfi 5. Bunu da mən göstərə bilərəm. 5 vurulsun 10 üstü mənfi 6 kimi. Yəni 5 mikrometr. 29'da cavabımız olacaq C variantı. 25 üfüqi səthi üzərində hərəkət edən cismə təsirindən sürtmə qüvvəsi hansı ifadə ilə təyin olunur? Sürtmə qüvvəsinin ifadəsi bilməyəmişik. 25-də cavabımız olacaq D variantı. 26. Tesla bölünsün Weber vur metr ifadəsi hansı fizik əməliyyatın vahidinə uyğundur? Tesla nədir? Nüksan vahididir. Weber maqnit vahididir və Tesla'nın yerinə nə yaza bilərəm? F bərabərdir IBL. Buradan BS-lə gedə bilərəmmi? BS-lə getsəm Tesla, yəni fi bərabərdir BS-lə. B-ni tapsam fi bölünsün S. Yəni Tesla bərabərdir Weber bölünsün metr kvadratla getsəm. Bununla getsəm olacaq Weber bölünsün metr kvadrat. Buradan da Weber bölünsün metr. Weberlər qısa gedər, qalar 1 bölünsün metrin kubu. 1 bölünsün metr kubu nəyin vahididir? Konsentrasiyanın. Konsentrasiyada cavabı harda verilib? Yuxarı qalxaq. Məcburi. 26'da cavabımız olacaq bu. Y variantı konsentrasiya. Gəldik sonuncu suala 30-a. Sabit kütləli ideal qaz üzərində qapalı proses aparılmışdır. Prosesin hansı hissəsi xarici qüvvələrin ideal qaz üzərində müsbət iş görməsinə uyğundur? Burada da yenə aşağı qeyd olunub yəqin ki, həcmdir. P-nin V-dən asılığıdır və xarici qüvvələr ideal qaz üzərində müsbət iş görürsə, deməli burada həcmi nə olur? Azalır. Xarici qüvvə onun üzərində müsbət iş görürsə, həcm azalır və həcmin də azaldığı hissə hansıdır? D A hissəsi. Yəni 30-da cavabımız olacaq D variantı. Təzyiq sabitdir, həcm azalır. Həcm azalırsa, xarici qüvvə ideal qaz üzərində müsbət iş görür. 30-da cavabımız olacaq D variantı. İzah bu qədər yoldaşlar, növbəti izahlarda görüşəndə özünüzdən müğayət olun.